Axı Allah Taala Qur'an-ı Kərimin harasında buyurur ki, yalnız və yalnız mənim sözümü qəbul edin, məndən başqa hər kəs sizə hər nə deyirsə qəbul etməyin. Bu, Qur'anın zahirinə zidd olan bir məsələdir. Baxın, Allah Taala Qur'an-ı Kərimdə bəzi yerlərdə buyurur ki, hər şeyi ki, Peyğəmbər sizə buyurur, qəbul edin. Bəzi yerlərdə Allah Taala buyurur ki, bilmədiyiniz halda elm əhlindən, zikr əhlindən soruşun. Həşr surəsi 7-ci ayədə Allah Taala buyurur ki, "Ma atakumur rasul fəxuduhu və ma nahakum anhu fantahu." Burada Allah Taala buyurur ki, Peyğəmbər sizə hər nə verirsə qəbul edin, götürün. Peyğəmbər sizdən hər nəyi çəkindirirsə, ondan çəkinin. Digər bir ayə Nəhl surəsi 43-cü ayədə Allah Taala buyurur ki, "Fəsəlu əhlə-zikri in kuntum la ta'lamun." Bilmədiyiniz halda zikr əhlindən soruşun, yəni elm əhlindən soruşun.